Salam əziz izləyicilər. Fitness Plus podkastına xoş gəlmisiniz. Bu gün fitness dünyasının pərdə arxasından danışacağıq. İnsanlar nəticələri görür, amma o nəticələrin arxasında duran zəhməti, səhvləri, biznesi, vicdanı və məsuliyyəti çox vaxt görmürlər. Azərbaycanda fitness həqiqətən inkişaf edir, yoxsa sadəcə sosial şəbəkələrdə böyüyür? Bir tərəfdən sağlam həyat tərzindən danışılır, digər tərəfdən isə insanlara mümkün olmayan vədlər verilir. Məşqçi olmaq nə deməkdir? Zal işlətmək doğrudanmı asandır? Bu gün bütün bu sualları illərlə bu sahənin içində olmuş bir qonaqla müzakirə edəcəyik. Söhbətimiz razılaşacağınız və etiraz edəcəyiniz fikirlərlə bəlkə də dolu olacaq. Məqsəd qalmaqal yaratmaq deyil. Fitness haqqında açıq və dürüst danışmaqdır. Başlayaq. Fitness Plus podkastının elmi tərəfdaşı Azərbaycanın ilk və yeganə fitness kitabı olan Fitness Nədir kitabıdır. Kitab 428 səhifədən 100 ən aktual mövzudan ibarətdir, şəkillidir, Azərbaycan dilindədir və yüksək keyfiyyətlə çap olunub. Kitab fitnesslə və ümumiyyətlə idmanla məşğul olub olmamasından asılı olmayaraq hər kəs üçündür. Ona da qeyd edim ki, həm ölkə daxili, həm də beynəlxalq çatdırılma mövcuddur. Şəhərimizin bütün kitab mağazalarından əldə edə bilərsiniz. Və bugünkü qonağımız fitness üzrə məşqçi, eyni zamanda atlet, həm də bu sektorda uzun illər fəaliyyət göstərən Kamil Zeynallıdır. Xoş gəlmisən Kamil, xoş gördük səni bizim Fitness Plus podkastında. Xoş gördük. Əkbər müəllim, necəsiz? Sağ olun. Yaxşı olasınız, təşəkkür edirəm. Dəvətiniz üçün minnətdaram. Ümid edirəm ki, söhbətimiz maraqlı, xoş alınır. Mən də ümid edirəm və həqiqətən də fərqli bir bölüm olacağına inanıram. Çünki hər tərəfli bir müzakirə aparacağam öncə də dediyim kimi. Kamil, insanların sənin haqqında bilmədiyi ən böyük həqiqət nədir səncə? Mən ümumiyyətlə elə bir insanam ki, efirdə də necəyəmsə, həyatda da eləyəm. Həyatda da necəyəmsə, efirdə də elənsiniyəm. Nəyim var göz qabağındadır. İnsanların o bilinməyən tərəfləri olur ki, bəzən insanın kövrək olmağı, bəzən insan cəmiyyət içində özünü sıxır, saxlayır, nəsə bir kövrəl, ən çətin bir vəziyyətlərdir də. Yəni, mən onu da efirdə deyirəm ki, elə olur ki, bir video çıxır qarşıma, baxıram, kövrəlirəm, pis oluram, hətta olur ki, ağlayıram. Nə olsun ki, biz də insanıq, ürəyimiz var. Yəni, hər bir tərəfim deyim, məlum məsələ, göz qabağında olan bir insanam deyənə. Necə var, elənçiniyəm. Yəni, həyatda başqa cür olum, efirdə başqa cür yox. Necə var elə? Bax, özün də dedin ki, uzun illərdir göz önündəsən. Bax, özün haqqında eşitdiyin ən absurd söz və yaxud fikir nə olub səncə? Bilirsən, çox olub elənçinə fikirlər, sözlər, söhbətlər. Çox. Hələ bundan sonra da olacaq. Çünki qulaq gündə bir söz eşitməsə kar olar. Ümumiyyətlə, bizdə, bizim millətdə deyim, bizdə, millət burada Azərbaycanda sözbazlıq, bilib-bilmədən insanların arxasından danışmaq, qeybət qırmaq ən öndə gedən bir işdir insanlar üçün. Bu günlərim oturub belə üzbəyiz söhbət edirsən, söhbətlədiyin insan sabah gedir sənin arxandan danışır. Ona görə də o eşitdiyim sözlər var sualınıza. Çox olub və təəccüblənmirəm. Və qabaq təəccüblənirdim, ay deyirdim, vallahi yalandır. Sonra dedim, nə lazımdır, özünə yorsan, onsuz da ağızları da yuma bilməzsən, danışılanların da qarşısını ala bilməzsən. Sonradan artıq buraxdım həyatın axarına. Təəccüblənmirəm, özüm haqqımda eşitdiyim fikirlərə, sözlərə də qeyri, mənfi olsun və yaxud da ki, xoş olmayan, yalan olan sözlərə artıq fikir vermirəm. Ona görə də eşidəndə də elə çox vaxt eşidirəm. Sadəcə gülümsəyib keçirəm ki, həqiqətən insan var ki, başdan fikirləşir, insan var dabanı ilə fikirləşir. İnsan da var ki, demirəm daha harası ilə fikirləşir. Elə bir həqiqət və yaxud özündə saxladığın, amma demək istədiyin sirr varmı? Elə şeylər var ki, mən onu
deyə bilmərəm. Qardaş özünü yorma deyə bilmərəm. Çünki o məndə qalır. O indiyə kimi də belə işlərdə məsələn başıma gələndən, gəlməyəndən hər şeydən danışmışam. Yəni artıq demək olar ki, 99% sirrimi bilirlər. Qoy 1% özümdə qalsın. Qalsın sən. Bütün indiyənə qədər qazandığın uğurlarının ən ağır bədəli nə olub? Yəni nə bədəl ödəmisən bu uğurlara görə? Bilirsiniz, insan uğur gözəl bir şeydir, qazanmaqdır. Bu günlərim uğur qazanmaq hər sahədə çalışan insan üçün gözəl bir arzudur, istəkdir və nəticədir. O insanlar var ki, uğura gedən yolda artıq yorulub geri çəkilirlər. İnsanlar da var ki, sona qədər gedirlər o qapının açana kimi. Bədəli də bilirsiz nə olur? Təbii ki, bədəl odur ki, həyatda biz seçdiyimiz yol idman yoludur. Uğur bu idmandan gəlib bizə və disiplindir. Disiplində də dünya dadlı nemətlərindən uzaq olmalısan. Bəzən də çox vaxtı da ürəyin istəyir, çox istəyir, amma onları yeyə bilmirsən, dada bilmirsən. Demək olar ki, o sualın cavabı odur ki, həyatda bax o uğura gedən yolda qabağıma qoyduğum məqsədlər olur ki, biraz yarı nətər deyim, gülməli, ciddi. Elə gün aylar olub ki, ana yeməyini arzulamısan ki, anamın yeməyindən yeyim, amma məqsədin gedən yolun ona icazə verməyib deyənə artıq uğura gedən yolda elə şeylər var ki, ona dözməlisən, tab gətirməlisən və getməlisən. Və zaman-zaman haqsız tənqidlərlə üzləşmisən də, yəni bunu bilirik. Bu haqsız tənqidlərdən səni ən çox incidən və ən haqsız hesab etdiyin hansı olub? Ümumiyyətlə, mən nə tənqidi, düzdür, tanınmış insansan deyirlər, tənqidlərə açıq olmalısan. Hər kəsin də bir fikri var. Fikir söyləyə bilərlər, yaza bilərlər. Amma vicdanla, vicdansızcasına yox. O tənqid olsun deyənə necə gəldi yazanlar, deyənlər var, danışanlar var. Mən həmişə qınamışam onları. İndi tanınmış insanam deyənə, qardaş, indi bunu məsələ çəkirlər ki, az öncə vurğuladım, tənqidlər açıq olması. Tanınmış insanam deyənə kim istəyir tənqid eləməlidir? Xeyr, mən ona icazə vermirəm. Yəni, yenə dedim, tənqid eləyəndə də gərək kişi kimi, kişi qız kimi tənqid eləyəsən. Vicdansızcasına yox. Ona görə də çox vaxt ağızlarından vuram. O dəxilsiz tənqid eləyənləri, xoş olmayan tənqidləri cavabını verirəm. Ağzından vuram deyəndə ki, belə deməyin pis çıxmasın, cavabını verirəm artıqlaması ilə. Ki, sən kimsən ki, mənə tənqid eləyəsən. Bəs həyatında elə bir hadisə və yaxud hadisələr olubmu ki, sonradan demisən ki, kaş bunu etməzdim. İldən insan kamilləşir, ağıllaşır. Keçən il ki, ağıl bu ilə baxanda keçən ildə qalır. Bu il daha özünü ağıllı, zəkalı hiss edirsən. Və fikirləşirsən, dönüb baxırsan ki, kaş bunlar olmazdı. Olub əlbəttə ki, indi hamıda səhv var, hamıda peşmançılıq var həyatda, geridə qalan günlərdə, illərdə, aylarda. Ona görə də əsas odur ki, o peşmançılıqdan nəticə çıxardasan. İnsan var, nəticə çıxartmır, amma mən, məsəl üçün, səhvsiz də yenə deyirəm, insan yoxdur, mənim də səhvlərim var, amma mən səhvlərdən çalışıram, nəticə çıxardım. Təkrarlamayım. Alınırsan da bu yer. Yəni, bacardığım qədər alındıra bilirəm. Kənardan müdaxilə etməsələr. Bəli, müdaxilə həmişə vardır. Onsuz insan həyatına da, yaşayışına da, hər bir şey müdaxilə var kənardan. İnsanların boş insanlardır da. Bax, bu tempin içində olub ki, nə vaxtsa məsələn, özünlə tək vaxt keçirdirsən də, yəqin tək qalırsan. Bəli, mən təkliyi çox sevirəm. Və hər şeyi buraxmaq istəmirsən. Yox, bilirsiniz, bu yerə əziyyətlə gəlib çıxmış. Bu yerə deyəndə ki, mən demirəm indi. Mən də özümə görə insanam idi. Azdan çoxdan Allaha şükür olsun. Hörmətimiz, dostlarımız, ətrafımız var deyənə bunu qazanmaq çox çətinlik çəkmişəm. Ona görə də yox, heç vaxt fikirləşməmişəm ki, neysə buraxasan. Əksinə, yenə deyim, həmişə
həyatda mübarizə aparmaq istəmişəm. Yəni çətinliklərlə qazanmısan deyə bu uğurlar Bəli, bəli, bəli. və Heç bunu vaxt boş buraxmaq olmaz. dəyərli olur onda. Bəli, dəyərlidir deyənə qardaş. Ona görə də həmişə həmin o dəyəri qoruyub saxlamağa çalışıram. İstəyirəm biraz Azərbaycandakı fitness mühitini müzakirə eləyək. Mhm. Səncə Azərbaycanda hazırda fitness inkişafa doğru gedir yoxsa bahalaşır? Ona de ona. İzzət, get onun qulağından tut gətir bura o şey. Kişinin qulağından tut gətir bura. Ümumiyyətlə tək fitness yox, bütün ölkələrdə, sahələrdə bahalaşma olur. İdman da elə onun içində. Təbii ki, qabaqçına baxanda qabaqçı qiymətlər də eyni deyil. Çünki günü-gündən yeni zallar açılır. Yeni dizaynlardan, yeni formada, yeni trenajyorlarla ona görə qiymətlər baha olur çox vaxtı. Amma sual nətər idi? Bir dənə də Başı sadəcə. inkişaf, bəli, bahalaşma var, amma inkişafımız da çox yaxşıdır. Çünki mən arada Bodybuilding Federasiyasının iclaslarında oluram. İldə 2 dəfə yarışlarımız olur və qatılanlar hər il yeni atletlər qoşulurlar. Hətta izləyici sayı da zalımız dolu olur. Nə qədər izləyicilər gəlir, baxırlar, həvəslənirlər. Hətta bu yolda da bizim bu atlet yarışda iştirak edən atletlərimizin məsəl üçün mən qarışıq məşq videoları, hazırlıq videoları bəzi gənclərimizə və yaxud da fərqi yoxdur, xanımlarımıza motivasiya verir, həvəs yaradır və bu da bizim inkişafa doğru getməyimizə təkan verir və bu zalların da çoxalması bir tərəfdən də yaxşıdır ki, həm işsizlərin sayı azalır, həm də ki, boş bekar vaxt keçirdən insanlar var ki, vaxtlarını gətirib idman zallarında keçirdirlər və yaxud da bizlərin də onu aşılamağımız videolarla videolar çəkməklərimiz, məşqlərimizi göstərməyimiz də yəni bu işdə artımına, inkişafına bəli, kömək olur. Ona görə də inşallah daha da yaxşı olacaq, ümid Bəs edirəm. səncə fitness bazarında həm bizdə, həm dünyada fərqi yoxdur. Ən böyük yalan nədir belə? Yalan satılır. Ən böyük yalan, bilirsiniz, hər trenerdə, hər trener deməyək, bəzilərində ümumiyyətlə qıraqdan izləmə söhbəti var ha, yalan nədir? İnsanların çatdığı, beyinlərinə çatdığı o yalan nədir? Bunlar iynə ilə, proteinlə şişirlər. O çox böyük yalandır. Yəqin siz də bir peşəkar hakim kimi, atlet kimi, trener kimi bunu təsdiqləyərsiniz. İnsanlara bir şey çatır ki, yalandan siqnal çatır ki, bunlar iynə ilə şişir, proteinlə şişir. Bu çox səhv bir fikirdir, səhv bir anlayışdır. Çünki bir insana o yalan dediyiniz deyirəm, bir insana nə qədər protein vericisin qarşındakı, nə qədər o loru dilinə desə, insanların dilinə desə, iynə dərman ver, vursunlar. Yəni sən bu əziyyəti çək. Onlar axırıncı variantdır. Əsas insanın idmanıdır, yəni bilirsiniz, qidalanmadır. O hər adam o danışanlar var. Bizim çəkdiyimiz əziyyətin 10%-ni çəkənməzlər. Disiplindir, rejimdir, məşqdir, yüklənmədir. Yəni bunların 10%-ni eləyə bilməzlər. O əziyyəti çəkənməzlər. Ona görə də o əziyyəti bilmirlər deyə yalandan danışıqlar var ki, bizim bu idmanda və dünyada gedən bu idman növlərinin arasında gedən insanlar qıraqdan baxın, bəzən də paxıllıqdandır, bilmirəm. Onda var, bunda yoxdur deyən o forma. O da var. Hə, yalandan deyirlər ki, bu proteinlə şişib, iynə ilə şişib, bunun içi boşdur. O sözlər Əsas ürəkdir. əsas ürəkdir. Bu sözlər mənə çatmır qardaş. Gör insan nə qədər bilirsən geri zəkalı olmalıdır ki, düşüncəsiz olmalıdır ki, yəni bilmədiyin bir iş haqqında bu cür düşünə bilərsən. Bilmədiyin iş haqqında belə düşünə bilərsən. Axı sən bu işdən anlayışın yoxdur. Sən bu əziyyət nədir bilmirsən. İynədə biz bəyəm şarıq ki, nasosla bizi şişirdirlər. Bunun arxasında tonlarla, nə olur ki, bir məşqə üst-üstə qoyanda 2 ton, 3 ton çəki qaldırırıq. 2 ton, 3 ton çəki qaldırırıq. Bu nə deməkdir? Kimsə bir dənə o danışanlar isə gündə bir dənə zibili evdən çıxarıb çöl atmağa ərinirlər. Və yaxud da gedib bir
2 dənə turnik vurmağa gücləri çatmır. Çoxunun əlinə qantel dəyməyib bəlkə də. Çoxsunun əlinə qantel dəyməyib. Əziyyət nədir görməyiblər. Lap görsələr də otururlar qıraqdan, indi qıraqdan bucaqdan ola bilər, turnik burusuna məşğul olurlar, amma qıraqdan baxırlar ki, o alınmır. Amma alınanda bir mız qoşurlar ki, bu iynə dərmandır, bunda o deyir ki, sən gəl mən çəkdiyim əziyyətin bir 10%-ni çək deyim sənə halaldır. Hazırda səncə insanlar bu fitness zalına axın çoxdur da. Bunlar daha çox həqiqətən sağlamlıq naminə məşqə gedir, yoxsa şəkil çəkdirməyə gedirlər? Yoxsa hər ikisi var? Bilirsən, bu dünyanın hər yerində var bu. Həm şəkil çəkdirmək, həm də ki, idmanla ciddi məşğul olmaq. Zaten zalda məşğul olan, məsələn, siz olsunuz, mən olum. Bu idmanı sevənlər, bu idmanla anlayışlı olanlar, onsuz da zalda o şəkil çəkdirənlə məşq eləyəni biz ayırda bilirik. Yəni demirəm ki, çoxu şəkil çəkdirməyə gəlir, amma daha çox üstünlük fit olmaqdır, sağlam olmaqdır, bədən quruluşunu düzəltməkdir. Şəkil çəkmək də ki, biz də çəkirik, məşq edirik, biz də hər gün videolar çəkirik, şəkillər çəkirik. Niyə çəkirik? Nəticəni görürük güclü qarşısında, inkişafımızı görürük, əzələn formasını görürük. Bu da bizə belə deyək, deməyim belə lorinedir, ləzzət edir və istəyirik ki, bunu çəkək, öz səhifəmizi işıqlandıraq ki, mənim əzələm belədir, mənim formam belədir, mənim idmanım belədir. Yəni, mən əziyyətimi və əziyyətin bəhrəsini göstərirəm. İnsanlar var ki, bəhrəsiz idman göstərirlər, sadəcə şəkillə, videola. İndi hər bir həyatda baxış bucağı var da. O kənardan baxanda ola bilsin ki, insanlar belə bir fikrə düşür ki, zal açanlar, yəni fitness zal açanlar çox pul qazanır, çoxlu pul qazanırlar. Yəni zal biznesindən söhbət gedir. Reallıq necədir? Sən uzun illər, yəni fitness zalı sahibisən. Nə müşahidə edirsən? Bu son 5-6 ildəki qazanc 50-50-yədir. Azalıb. Niyə? O vaxt fitness zallar az idi. Var idi, amma az idi. Tutaq ki, bir rayon deyək, Nərimanov rayonunda bir 6 il bundan qabaq 10 dənə idman zalı var idi. İndi isə 50 idman zalı var. Demək olar ki, hər bir küçədə idman zalı var. Bəli. Qabaq müştərilər Bakının o başından, bu başından idmana gəlirdilər. İndi isə demək olar ki, o da 50-50 azalıb. Hətta 50%-dan da çox. Niyə? Bu tıxacılar insanları bezdirir. İşdən çıxıb biri Əhməddən gəlirdi, biri Həzassanovdan, biri Bayıldan, biri Suraxandan, Sabunçudan, hər yerdən gəlirdilər, evdən hətta. Artıq gəlməklərə insanların nəbəsi yoxdur. Əsəb, stres, yolda yorğunluq, 40 dəqiqə, 45 dəqiqə, 1 saat yol gedirsən, işdən çıxırsan, oradan bura gəlib çıxana qədər artıq yorğunluğun üstə yorğunluq gəlib, idman deyirsən, keyfiyyəti də olmur, bəli. Əsas odur ki, deyir, tez bitirim, yunum, yaxlarım, çıxım, gedim evimə, işiyimə. Ona görə də bu günlərim insanlara daha rahat nədir? Evinə, işinə hansı zal yaxındırsa, birbaşa çıxırlar, çox vaxt ora gedirlər, çoxsu. Ona görə də artıq o tıxacıların sayəsində, zalların çox açılması sayəsində də iş o deyil. Ola bilər. Məsələn, bu günlərim mənim zalımda həmişə iş şükür Allaha yaxşı olub. Amma ki, yenə deyirəm, müqayisəyə baxanda 6 il bundan 50-50-yə qazanc azalıb. 50-50-yə. Yəni, bu da çox böyük bir fərqdir. Bu günlər, məsələn, bizim zala nə qədər xanımlar gəlir. Bizdə qadın zalı ayrıdır, bəylərin zalı ayrıdır. Hamısının girişləri, çıxışları da ayrıdır. Bu günlərin bizim zala çox xanımlar gəlir. O qədər xanım gəlsə də, yenə qabaqışına baxanda iş zəifdir. Yəni, bu həm bir növ inkişafın göstəricisidir ki, zalları artıb falan, bu sektor inkişafdır. Bir digər tərəfdən də rəqabət çoxalıb deyə. Yəni, kütlə sənin zalınla digər zallar arasında paylanıb. Ona görə bəli. Və səncə bir zalın batması üçün ən əsas səbəb nə ola bilər? Orada müştərilərə qarşı soyuq münasibət, soyuq davranış. Yəni, bir də ki, diqqətsizlik, natəmizlik. Bizim, məsəl üçün, heç bir zal ideal deyil. Amma gözəl zallarımız da var. Məsələn, mənə də müştəri zaldan çox şikayət edir. Deyib bir gün, məsələn, duş qırılıb, duşu düzəltmişik. Orada şilanq, məsəl üçün, birisi də o xarab olub, şikayət düzəldirik.
və yaxud da ki, burada qoxu gəlir, aradan qaldırmışıq və yaxud nəsə də, çünki həmişə hər müştərinin bir şikayəti olmalıdır. Bu normaldır. Nə qədər təmiz saxlasan da, zalı qızıldan da eləsən, yenə şikayət tapılacaq. Ona görə də çalışasan müştərinin nazı ilə oynayasan və diqqəti o müştərinin üzərində olsun. Və belə diqqətli olanda təbii ki, işdə möhkəm olacaq, müştəri də məmnun qalacaq. Yoxsa hər deyiləni boşa versən, əş danışır da, deyir da, fikir verməyin, nə bilim nə, artıq yavaş-yavaş eləsinə zal maşın əldən getdi. Bu yerdə mən soruşmaq istəyirəm. Müştəri həmişə haqlıdır. Yox, həmişə haqlı deyil müştəri. Xeyr. Əslində bir söz var, bu biznes sahəsində olan bir sözdür. Müştəri həmişə haqlıdır, amma müştəri həmişə haqlı deyil. Çox vaxtı elə şeylər olub ki, haqsız, məsələn, şikayətlər olub, haqsız. Adam fikirləşsin ki, bu nədir deyirsən? Bu nədir? Kamil, olub ki, heç müştərini zaldan kənarlaşdırmısan, abunəmentliyini ləğv eləmisən ki, Bəli, əlbəttə o. bu hansı səbəblərdən olur? Yəni bir zal sahibi olaraq nə müşahidə etmisən ki? O insanın özünü aparmağından, mədəniyyətindən, müştərilərin şikayətləri üstə yığılır ki, bu insan məsəl üçün çox səs-küylü danışır, çox kobud danışır, dalaşır. Yəni necə ki o bəzi baxırdıq biz olub da başımıza gəlib zalda ştanq qanteli üstündə olub və oğlanlar dalaşıblar bir-birləri ilə. Yəni bir dəfə olar, iki dəfə olar belə şeylər olub və sonda müştərini zaldan uzaqlaşdırmışam və peşman deyiləm. Zalında məşqçilər də çalışır, əlbəttə ki, qadın və kişi məşqçilər olmaqla. Səncə bəs ümumiyyətlə baxanda da, yəni ən təhlükəli məşqçi tipi hansıdır? Bugünkü gün hər kəs qazanc üçün işləyir zalda. Trenerlər. Amma o insana pul gözü ilə baxanlar. Bir var ki, yenə deyirəm, onun qazancıdır müştəri. O heç. Müştəridən qazanmalıdır. Amma yəni hər şeydə sən pul gözü ilə görməli deyilsən zala gələn. Müştəriyə pul gözü ilə baxmalı deyilsən. Yəni trenersənsə, işimiz birinci müştərini başa salmaqdır. Yol göstərməkdir. İzah eləməkdir. Yəni tutaq ki, bu insan zala yazılıb və bunun əlavə pulu yoxdur ki, trenerə ödəsin. Təhlükəli trenerə. Amma trenerə bir dəfə yaxınlaşıb bunu başa saldı. Artıq ikinci dəfə yaxınlaşanda o trenerə bir dənə sifət eləyir ki, bir dənə kobudluq eləyir ki, yəni yaxınlaşma da mənə. Bax, təhlükəli trenerlər olar sayılır. Ki, ayıbdır. Yəni bu insan, sənin peşən trenerlikdir. Sənin borcun odur ki, onu başa salasan, örgədəsən. Bir insana pul gözü ilə baxma. Yəni sən işinə, idmanına hörmət olaraq sən düzgün yanaşmalısan, vicdanla. O tip trenerlərə səncə zal sahibi o xətalarına görə işdən uzaqlaşdırmalı, yoxsa bir iclas keçirib izah edici bir Bilirsən, toplantı işdən uzaqlaşdırmaqla heç nə əldə eləmək olmur. İnsan da ola bilər, yəni öz işinə, əziyyətinə dəyər verir deyə fikirləşir ki, mən fikrimi, əziyyətimi, proqramımı pulsuz niyə bölüşürəm? Amma o da fikirləşməlidir ki, bu insan evdən gəlir, işdən gəlir, sən peşəkarsan, amma bu isə qeyri-peşəkardır. Bizim işimiz nədir? Onu başa salmaq, öyrətmək. Necə ki, məsəl üçün, sürücü səhv eləyəndə yol polisi saxlayır, neyinir? Məsəl üçün, çox vaxt ona izah eləyir ki, bunu eləməli deyildin, buradan dönməli deyildin, bu qaydanı pozmalı deyildin, onun işi odur. Bizim də işimiz odur ki, o gələn insan səhv eləməsin, travma almasın və yaxud da bir problem olmasın deyənə biz onu başa salmalıyıq. Və başa salanda da bizdən heç nə getmir. Ola bir, yenə deyirəm, ödəniş eləməyə bilərsinizsə. Bugün gəldi, yazıldı, başa saldın ki, 3 dənə, sabahlarım gələcək, hər dünən nə işlədin? 2 dəqiqə vaxt gedəcək. Deyəcək, məsələn, get məsələn bu hərəkət elə, filan çəki ilə, filan sayla, sonra ondan sonra onu elə. Əgər bilməsən ki, yaxınlaşır və yaxud da özün də trenersən də gəlsən, oturmuşsan, səhv eləyirsən, bunu düzəlt. Yəni vicdanla yanaşmaq lazımdır. Diplom və sertifikat səncə önəmlidir, yoxsa nəticə? Yəni sən məşqçi işə götürəndə onun göstərdiyi nəticələrə baxsan, məşqçi kimi, yoxsa onun bir ton sertifikatına, diplomuna? Yox, ikisi də önəmlidir. İkisi də önəmlidir əslində. Bacarmaq lazımdır, sertifikat alasan, diplom da alasan. Amma zaten onun görünüşü
Çox vaxt, indi görünüş də çox vaxt insanı yanıldır. Məsəl üçün, mən bir dəfə İtaliya kursa getmişdim fitnessdən. Orada bir 20-25 ölkənin məşqçiləri vardı. Bizdən 3 nəfər getmişdi Azərbaycandan. Sertifikat almaq üçün. Orada belə kurs keçirik, hazırlıq keçirik. Və orada həmən 25 ölkənin içində formada olan trenerlər yalnız biz idik. Yəni kənardan baxanda onların içində tutaq ki, hər ölkədən 3-4 dənə məşqçi gəlib. Görün 3-4 məşqçinin 100-ə yaxın iştirakçı vardı, məşqçi vardı. Onların içində 3 nəfər, 2 nəfər formada vardısa, məsəl üçün deyək də, lap şey eləməyim, 5 nəfər formada varsa, onun 3-ə biz idik. Sual deyirik ki, onlara, niyə şey eləmirsiniz də, belə formanızı düzəltmirsiniz, kənardan baxanda bilinsin ki, siz məşqçisiniz. Deyir ki, yox. Məsəl üçün, bunların fikri də maraqlı. Deyir, bizdə daha çox görüntüyə yox, oxumağa üstünlük veririk. Yəni, bu sahə üzrə oxuyub, qarşı tərəfi daha düzgün qaydada yönəltməyi, məşq keçməyi. Deyirəm, heç də olmalıdır, o da öz yerində. Yəni, onsuz da məşq keçə-keçə, forman varsa, sən də anatomiyadan anlayışın olur, bədənin öz formasından anlayışın olur deyənə, qarşı tərəfə də sabah məşq keçəndə də yaxşı hazırlaya bilirsən. Oxumaq da lazımdır, amma forma da önəmli. Deyir, yox. Biz daha çox oxumağa üstünlük veririk və qaldı ki, o deyəsən nəticə, diplom, yoxsa onun öz şəxsi savadı. Əlbəttə ki, məsəl üçün, mən bu idmana başlayanda diplomla, sertifikatla başlamamışam ki. Yəni, örgənə başlamışam və sonradan o nəticəni əldə eləmişəm, sertifikatıdır, diplomudur. Yəni, adam var ki, bu maşallah savadı, anlayışı yaxşıdır bu idman üzrə, amma diplomu, sertifikatı yoxdur. Yəni, ciddi yanaşmır. Amma baxırsan, məsələn, işə götürəndə məşqçi kimi gəlirik. Məsələn, mən məşqçi kimi işləmək istəyirəm. Mən onun videolarına baxıram. Deyirəm, göndərin, baxın, videolarına, hərəkətlərinə, məşqlərinə baxıram və ondan sonra qərar verirəm. Sənin yanında hansı məşqçi işləyə bilməz? Bilirsiniz, elə bir şey yoxdur ki, mənim yanımda falan kəs işləyə bilməz. Belə bir qaydaların yoxdur. Yox, xüsusiz belə qaydalar yox. Yox, elə bir xüsusi qaydalar yoxdur. Yəni, ehtiyac olanda baxırıq onun məşqlərinə, proqramlarına, formasına və ondan sonra götürürük. Ən çox pul qazanan məşqçilər ən yaxşı məşqçilər sayılır? Yox, demək deyə bilmərəm onu mən dəqiq. Yəni, dəqiq yox, pul qazanmaq bilirsiniz, baxır onun işlədiyi yerə və yaxud da ki, məsələn, nə zallar var ki, aylığı 500-600 manatdır, məşqçi orada keçir məşqi 1000 manata, 1500 manata. Yəni, təbii ki, onun öz elə yerlərində qiymətləri olmalıdır. Məsələn, elə zal var ki, məsəl üçün 50 manat, 100 manatdır, müştəri, trener orada keçir 100 manata, 150 manata, 200 manata. Yəni, artıq o yerdən asıldır onun qazancı. Çox qazanmaq da ki, yenə deyirəm, çox qazanan trenerlər var ki, məsələn, mən görmüşəm zalda, bizdə qadın trenerlər olub ki, baxsa müştərisi azdır, amma digər qadın trenerin müştərisi çoxdur. Müqayisə edirəm. Baxıram ki, o işdə çox pasivdir. Amma bu, çox qazanan çox aktivdir. Müştərilərlə münasibəti, qaynaşmağı, isti qanlığı, isti münasibəti belə biri mənim özüm. Mən məşqçi işləyəndə mən zalda kimsə mənə pul verəcəkdən ona yaxınlaşmırdım. Yəni, işimi sevib, işimi sevərək hamıya məşq keçirdim. Mən qabaq o vaxt pul söhbət eləmirdim ki, mən pul individual verməsəm məşq. Xeyr. Necə can yandırırımsa pul özü gəlirdi. Yəni, nəticə olaraq, əziyyətimin bəhrəsi olaraq pul özü gəlirdi. Hazırda sosial media səncə fitnesi inkişaf etdirir doğru yöndə, yoxsa mənfə doğru aparır? Yox, əksinə inkişaf elətdirir. Nəyə görə? Çünki elə hərəkətlər var ki, məsələn, otururuq, baxırıq sosial şəbəkədə hərəkətləri oradan seçirik, tənzimləyirik, proqramlaşdırırıq. Hə, xarici atletlər olsun, və yaxud da özümüz də bilirik, yəni hamımız bilirik. Amma bilirəm demək, o deməkdir deyil də, savad hamısı bilir. Çünki tükəndi. Hə, biz hələ örgənirik. Yəni, mən hələ örgənirəm. Örgənə gedirəm. Və sosial şəbəkələrdə də təbii ki, bunu daha çox istifadə edirəm, baxıram, izləyirəm, seçirəm, motivasiya da alıram idmanlardan, sosial şəbəkədən.
Və məsələn mənfi tərəf də odur ki, bəzən insanlar oradakı videolara baxırlar, hərəkətlərə baxırlar, gəlib məsləhət almadan eyni şeyləri edirlər və sonra da nəticədə yaxşı olmur. Odur ki, hər gördüyünü təkrar eləməyəsən. Soruş peşəkarından, ondan sonra bil ki, o çəki ilə bu hərəkəti sənə uyğun olar, olmaz. Bir də bir şey var ki, məsələn sosial şəbəkələrdə insanlar şou göstərənlərə daha çox baxır. Bəli. O normal bir şeydir. Çünki tanınmış, məsələn, özümüzdən götürək. Tanınmış məşqçi həmişə müştəri tərəfdən seçilir. Tanınmış məşqçilər sosial şəbəkədə. Ona görə də bizim millətdə həmişə reklam olan tərəfə daha çox üstünlük verirlər. Yəni deyirlər ki, hə, onun yanına getmək lazım. Reklamı yaxşıdır, tanınmışdır, üzdə olan adamdır. Ondan istifadə eləmək lazım. Yəni doğru da olur, yanlış da olur. İndi yəni bugünkü gün reklamın işə çox böyük müsbət tərəfdən təsiri var. Həm də eyni zamanda sosial şəbəkələrdə bu sağlamlığa ziyan verən kontentlər də hazırlanır. Və insanlar buna da baxır. Yeniyetməsi baxır. Az öncə dediyim Ziyan kimi verən nə? ziyan verən kontentlər hazırlayırlar. Yəni güya elmlə danışır, amma tamam səhv danışır. Bəli, Və doğru. yaxud çox təhlükəli təmrinlər, hərəkətlər göstərir. doğrudur. Bu da çıxır da rastlayır. Elə məsləhətlər var ki, baxıram mənim özümdə. Yenə deyirəm, mən demirəm, mən bu idman üzrə professoram, aliməm, yox. Yəni az da bilmirəm, çox da bilmirəm. Anlayışım yaxşıdır. Amma bəzən həmən o danışıb özlərin məsələsi sosial şəbəkələrdə alim kimi göstərən, yəni bu idmanın alimi kimi, professor kimi göstərənlərə baxsan, bir tərəfdən gülməyə gəlir, amma bir tərəfdən də savadlı məşqçilərimiz var. Çıxışlarına baxıram, bu idman növü üzrə, yəni bizim idman növü üzrə, istir qidalanma tərəfindən, idman tərəfindən, yanaşma tərəfindən baxıram ki, çox cavan da olsa, orta yaşda çox savadlı kadrlardır. Çox, amma eləsi də var ki, baxsan gülməyin ətin dökülür ki, elə kardiyo, bax buna kardiyo elə tam o sözləri ilə. Bax, bir məşqçinin populyar olması, deyək ki, bir məşqçi populyardır. Onu avtomatik olaraq yaxşı məşqçi statusuna qaldırır, yoxsa yenə də baxmaq lazım Ümumiyyətlə, nəticələrinə? bu günlərim populyar olmaq çox asaddır. Bu günlərim elə bir hərəkətlər elə ki, yəni populyar ola bilərsən. Bizim millətdə çoxusu məsələ yaxşısından uzaq, savadlılardan, anlayışlardan uzaq bir çıxmaya bənddirlər ki, hə, nə oldu? Beləncə getdi. Yəni kimsə bir şey eləsin, özün sosial şəbəkədə elə bir üzr istəyirəm ifadəmə görə qeyri-etik olsun, yəni hərəkətlərin bilməyən, danışığın bilməyən adam olsun, bu başlayır məşhurlaşmağa. O heç, bu gün yəni deyirəm ki, çox asandır məşhur olmaq. Amma sevilib məşhur olmaq hər adamın işi deyil. Və qəbul olunmaq xüsusilə. Bəli, qəbul olunmaq hər adamın işi deyil. Bu günlər məşhurlaşmaq çox asan. Yəni 2 dənə, 3 dənə hərəkətlər elə, məsələn, idmana aid demirəm, ümumiyyətlə normal həyatında. Dəxilsiz, səni tanıyacaq. Amma baxır səni necə tanıyırlar. Hörmətli yoxsa hörmətsiz. Hər iki versiya tanınmaq var da. Bəli. Hörmətsiz də var, Hörmətli də var. Bəli. Bax, Azərbaycan fitnesində səlahiyyətin olsaydı, ən çox nəyi dəyişərdin? Yəni bir şey, deyək ki, dəyişmək istəyərdin bu fitness sektorunda. Nəyi dəyişərdin, Nicat? Kondisiya xəttlərini, su boruları can dəyişdirərdi, deyilmi? Aboylar. Aboylar can Zallarda boylar. Dəyişdirmək ümumiyyətlə çox şeylər var. Yəni heç nə həyatda düzgün də getmir. Yəni hər bir şeydən insan razı deyil. İstəyir sahəsi üzrə olsun, həyatı üzrə olsun. Ümumiyyətlə hər bir fitness zalının bir şeyini dəyişmək lazımdır. Hər bir yer yenə ideal deyil. Səndə yaxşıdırsa başqa bir zalda pisdir. Orada xoş deyil. Onda yaxşıdırsa səndə pisdir. Ona görə dəyişilməli çox şeylər var, amma Məsələn, bəlkə bir qayda dəyişərdin. Zalda davranışa aid və yaxud yox, təbii ki, onlar mütləqdir. Davranışa aid nə qədər dəyişsən də
bir insanın deyir, quyuya su dökməklə deyil. O gərək quyunun canında su olur, qabında su olur. Yəni qayda qanunu dəyişə bilərsən, nə zalda, nə isə hər şey. Amma insanı dəyişdirə bilmirsən, axı hər şeyi idarə edən insandır. O insanın xəssiyyətini dəyişdirə bilmirsən, hərəkətini dəyişdirə bilmirsən. Hər nə qədər özünü sıxıb saxlasalar da, nə isə qanunu, qayda qanununa gedirlər, axırda çatladılar. Ona görə də çətin məsələdir. İnsan ayağı insan olan yerdə nə isə tənzimləmək çox çətindir. Bax, bugünkü ağlın və təcrübənlə 20 yaşındakı Kamil Zeynallıya nə deyərdin? Bilirsiniz, nə deyərdim? Çox şey deyərdim, amma onsuz da o 20 yaşındakı Kamil yaxşı ki, məsələn, mən də öz həyatımda səhvlərdən nəticə çıxardaraq gəlib bu yerə çıxmışam da. Yəni birbaşa ağıllı alim olaraq gəlməmişəm, oxuyaraq. Yəni bütün həyatın o çətinliklərindəyim, çətinliklərindəyim, yaşamışam deyənə. Əksinə çevrilib arxaya baxanda onunla fəxr edirəm ki, o çətinlikləri görüb o Kamil. Görməsəydim ona nəsə çatdırmağa ehtiyac yoxdur. Onsuz da mən səhv edib səhvimdən nəticə çıxardıb gəlib bir yerə çıxmışam. Deyərdim ki, belə davam elə. Gəl. Gəl, Gəl. düz gəlirsən. Düz gəlirsən. Səndən sonra insanlar Kamil Zeynallını hansı bir cümlə ilə yad eləsinlər, necə hansı bir cümlə ilə tanısınlar? İnsana yaxşılıq qalır. İnsana düzgünlük qalır. Onun düzgün əməlləri, yaxşı əməlləri qalır. Düz onları mən davam elətdirmirəm artıq. Onları yekunlaşdırmışam. Yaxşı, həyatda yaxşı iş görməklə yadda qalmağı, yaxşı insan kimi yadda qalmağı. Ancaq başqa heç nə yox, ancaq onu. Hamı özünə yaxşı, heç kim öz ayranına turş deməz, qatığına turş deməz. Heç kim özünə pis deməz. Amma ki, çalışırıq ki, həyatda yaxşı insan kimi yadda qalaq. İnsana qalan bir dənə olacaq. Yaxşılıqlar, yaxşı insanlıq, mehribançılıq qalacaq. Belənçənə yadda qalaq. Təşəkkür edirəm Sağ ol. gəldiyinə görə. Sağ ol. Təşəkkür edirəm mən də. Sağ ol.